Salam, xəbərin brendi, günün trendi efirdədir. Vətən müharibəsi şəhidi başlı leytenant Röyal Ələkbərovun atası Fərmayıl Ələkbərov vəfat edib. Fərmayıl Ələkbərov uzun sürən xəstəlikdən sonra dünən dünyasını dəyişib. Qeyd edək ki, Röyal Ələkbərov 16 oktyabr 2020-ci ildə Cəbrayıl rayon istiqamətinə gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və 2-ci Şəhidlər Xiyabanında dəfn edilib. Ölkəmizdə səfərdə olan İranın Xarici İşlər Naziri Abbas Arakçının rəhbərliyi etdiyi nümayəndə heyəti bugün Şəhidlər Xiyabanını ziyarət edib. Nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini ehtiramla yad edib, əbədi məşəl abidəsinin önünə əklil qoyub. Bakıda 39 yaşlı fotoqraf dənizdə boğularaq ölüb. Əslən Cəbrayıl rayonundan olan 39 yaşlı Eltad Zeynalovun meyidi dekabrın 6-sında Dənizkənarı Milli Parkın sahilində sudan çıxarılıb. Onun hansı şəraitdə dənizə düşərək boğulması araşdırılır. Qeyd edək ki, Eltad Zeynalov bir sıra sosial layihələrdə könüllü kimi iştirak edirdi. Saray MTK-nın həyətində avtomobillərin düzgün park olunmaması təhlükə yaradıb. Yanğın və ya təcili vəziyyət zamanı Fövqəladə Hallar Nazirliyinin həyətə daxil olması mümkünsüz hala gəlib. Sakinlər məsuliyyətli park olunmasını tələb edir. Bunların axşam təcili nəysə işin olsa, məhv olub da, yəni o maşınlar. Maşın saxlamalara burada. Nərimanov rayonu Məmməd Araz küçəsi 67-71 ünvanında yaşayan sakinlər bildirirlər ki, yaşadıkları binanın zirzəmisinə qanunsuz müdaxilə edildiyindən şikayətçidirlər. Sakinlərin iddiasına görə adı çəkilən ünvanda zirzəmi zəbt olunub və bununla bağlı binanın blok girişlərindən birinin yan hissəsi kəsilərək zirzəmiyə əlavə giriş yeri yaradılıb. Şikayətçilər bu müdaxilənin bina konstruksiyasına zərər vurduğunu, təhlükəsizlik baxımından ciddi risklər yaratdığını qeyd edirlər. Bugün Qobu qəsəbəsində yük və minik maşınları toqquşub, 2 nəfər həyatını itirib. Ağır qəzada həyatını itirən Zaur Məmmədov taksi fəaliyyəti ilə məşğul olurmuş. Abşeron rayonu Masazır qəsəbəsində avtomobil yanıb. Belə ki, Hyundai ilə toqquşan BMW markalı minik avtomobili anidən alovlanıb. Nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb. Aparılan tibbi müdaxilələrə baxmayaraq Qurbanəli Əlizadə həyatını itirib. Digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir. İranla sərhəddə narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən 2 nəfər tutulub. Paytaxtda İnşaatçılar prospektində yaşayış binasının zirzəmisi su ilə dolub.
Türkiyənin Antalya şəhərində 4,9 magnituda gücündə zəlzələ baş verib. Türkiyənin Samsun Spor Klubunun futbolçusu Antoni Musabanın avtomobili yanıb. Niderlandlı oyunçu kirayəyə götürdüyü avtomobillə hərəkətdə olarkən motorda yanğın çıxıb. Qısa zamanda yanğın avtomobilin salonuna da keçib. Lakin futbolçu və ailəsi xəsarət almadan içəridən çıxa bilib. Masallı rayonu Şəhid Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta məktəbində valideynlərlə məktəb rəhbərliyi arasında qalmaqal olub. İlk plan problem, iki plan problem. Bir söz deməklə məsələ həll ola bilməz. Təkliflərin verilən birinci sinif sistemi, ikinci yer sinif olmaması, üçüncü yukarı sinifdə şagirdlərinin Nəzarətsiz. Baxın, belə çıxış edir. Tanımıram adını. Bilmirəm familiyası, hansı məhəllədən mümkün. Amma belə təkliflər verir. Hündür mərtəbəli binalardan birində quraşdırılan kondisioner motoru qırılmaq üzrədir. Bu, sakinlərin həyatına ciddi təhlükə yaradır. Bakıda yerləşən Qızılqaya Şadlıq evinin fəaliyyəti yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulmasına görə dayandırılıb. Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 33 ünvanında yerləşən Qızılqaya Şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, obyektin elektrik təsərrüfatı, elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib. Obyektdə quraşdırılan yanğın xəbərverici siqnalizasiya qurğuları işlək vəziyyətdə deyil. Obyekt ilkin yanğın söndürmə vasitələri ilə tam təmin olunmayıb. Yanğın söndürmə avtomobillərinin yanğın su hovuzuna sərbəst yan alaraq su götürməsi üçün hovuz bərk örtüklü müvafiq meydança ilə təmin edilməyib. Hovuza yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq lövhə quraşdırılmayıb və su mənbəyinə qədər olan məsafə qeyd olunmayıb. Daxili yanğın kranları lülə və atıcı şlanqlarla təmin edilməyib. Köçürmə yolları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmır. Obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib. Taxta konstruksiyalara oda davamlı məhlul hopdurulmayıb. Obyektin siqaret çəkilməsi qadağan edilmiş otaqlarında və ərazilərində gözə çarpan yerlərdə qadağan edici nişanlar asılmayıb. Yanğın xəbərverici siqnalizasiya qurğularına planlı texniki xidmətin göstərilməsi üçün ixtisaslaşmış təşkilatlarla müqavilə bağlanmayıb. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş. Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 33 ünvanında yerləşən Qızılqaya Şadlıq evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib. Azərgold Qapalı Səhmdar Cəmiyyəti və onun törəmə şirkəti Daşkəsən Dəmir Filiz MMC-nin təşkilatçılığı ilə Daşkəsən rayonunda məktəb komandaları arasında basketbol turniri keçirilib.
Sosial mediada Futbol Lokomotivi adlı istifadəçi Avstriya Viyana azarkeşlərinə ən çox bəyəndikləri klubu soruşub. Sorğu siyasında Beşiktaş, Fenerbahçe, Galatasaray, Trabzonspor və Qarabağ kimi tanınmış klubların loqoları da yer alıb. Yeah, it's a good one, yeah. For me personally, this one. Karabakh, okay, so, yeah. Hörmətli tamaşaçılar, qaynar xəttimizi xatırlatmaq istəyirəm. 051 583 24 08. Sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı video çəkiliş eləyin, bizə göndərin. Həmin videonu biz günün trendində trend edəcəyik. Xəbər ziyafətimiz yekunlaşdı. Yenidən görüşərik, vədimizə sadiq olaq.